Boşanma ərizəsi nədir? Ərizəsi sən necə eləyə bildin bunu? Onun yerinə kim olsa bil eləyər. Arzu, Tahir'i görmedin. Buradaydı, elə biraz var çıxdı. Anar hardan tanıyırsan? Tanıyıram. Gedək qardaşımın sənə başqa sürprizləri də olacaq. Gedirəm mən. Atır yerində. Burada görməsin. Atır yerində, Cavid gətirir onu. Kim sənə dedi ki, gəlib oturasan burada? Almaz. Başa düşmədim, qovursan məni? Da qovu verəmirəm. Yəni deyirəm ki, çıx, get. Sən də heç nəyə fikir vermə. Otur sakitcə, işini gör. Tahir buradadır. Yox, mən Almazdan söhbət eləyəndə bir də baxdım ki, yoxdur. Necə yoxdur? Ana Tahir, Mən heç sən bilmirəm, asıqa özü yormusan. denən görüm necə olur. Ev Tahir evdən gedib. Necə, hara gedib? Nə deyirsən ha? Mən səni bir də bu evdə tək tuta bilməyəcəm. Ona görə də mütləq danışmalıyıq. Sən burada nə işin? Silmişdən Anar gələcək. Qardaşımın 200.000 borcu var. Xəyanət 31 oktyabr saat 22-də Xəzərdə.